7 fevral 1988-ci il Azərbaycan Respublikası Biləsuvar rayonu Əliyabad kəndi. Bir ana və bir atanın həyatı tam bu tarixdə artıq əvvəlki kimi olmayacaqdı. Çünki onların ailəsində bir övlad dünyaya gəlmişdi. Mübariz adı verdilər bu balaca körpəyə. Adı kimi özü də mübarizdi, mətindir və sanki alın yazısı elə adı qoyulduğu gündə yazılmışdı. Mübariz uşaqlıq və gənc yaşlarında belə cəsurdu və bu cəsur oğlan liseyi bitirən kimi vətənə əsgər gedir və 2007-ci ildə vətənin xidmətlərini başa vuraraq evinə dönsə də, öz deyimi ilə desək, sanki vətən torpağı onu çağırır. Bir müddət silahlı qüvvələrin təlim-tədris mərkəzlərində gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir. Ancaq o yalnız ön cəbhədə olmağa çalışırdı. Dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək onu ehtiyat hərbi hissədən ön xəttdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir və nəhayət istəyinə nail olur. Onu ön cəbhəyə gətirən bir amal, bir istək vardı. O da vətən, torpaq. O həm ailəsinin, həm dostlarının, həm əskər yoldaşlarının qüruruydu. 20 iyun 2010-cu il. Mübarizin olduğu hərbi hissədə bir nəfər əksikdir. Komandirləri əksik olanın mübariz olduğunu görür və onun ailəsinə zəng vurur. Mübarizin atası, mən oğlumu bilirəm, o əskərlikdən qaçmaz, sərhədə doğru gedin. O gedibsə, ancaq vuruşmaq üçün gedib deyir və sonra o xəbər gəlir. 18 iyun 2010-cu il. Gecə saat 23:30. Gizir Mübariz İbrahimov tək başına iki ordu arasındakı 1 kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əskər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur və onların zəifliklərini üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Arxasında sadəcə bir məktub buraxmışdı Mübariz. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olana dək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür, vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. Ermənistan ordusu həmin gündən sonra sərhəddəki bütün əmr səviyyəsini dəyişdi. Mübarizin cəsədini isə 141 gün sonra Azərbaycana təslim etdilər. Həm də cəsəd əli bağlı halda. Dirisi çox böyük canlı qüvvə idi. Fəqət bir cəsədin əli nədən bağlanmışdı? Dirilməsindən mi qorxmuşdular? Mübariz bu dərəcədə qorxu mu salmışdı canlarına? Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, nə də ulduzlar kimi parlayıb sönməkdir. Ölməzliyi düşünmək boşuna bir əməkdir. Qəhrəmanlıq vuruşub bir daha dönməməkdir.